hər bir video bloger əgər baxış qazanmaq üçün ədəbsiz, əxlaqsız, mərifətsiz işlər görərsə, elə Allah Taala baxışla onun abırını aparıb zəlil edəcək. Xanım Rüqəyyə 3 dəfə durdu ayağa, başı gicəldi düşdü yerə. Əlin qoydu üzünə, xanım Rüqəyyə əlin qoydu üzünə, dedi əmmə, yüzümə. Sizin Vəhabilərlə İsrailin aşiqləri ilə daha fərqiniz nə oldu? Elə düşmənin dəyirmanına, İsrailin dəyirmanına su tökürsünüz, kömək edirsiniz, dəstək olursunuz. Çünki onların hədəfi elə Əhlibeyt əleyhissalamın məktəbinə zərbə vurmaq, lağ etmək, şübhə yaratmaqdır. Siz də elə bu işi görürsünüz və bu videonu bəyənib paylaşanlar var. Necə ki, əxlaqsız, üzr istəyirəm, üzdən İraq şəxslərinin canlı yayımında iştirak edirlər, onlara pul göndərirlər, onlara dəstək olurlar. Amma qazinin canlı yayımında 30 min yoxdur. Amma əxlaqsız şəxslərin canlı yayımında 20 min, 15 min, 30 min insan iştirak edir, onlara dəstək olur. Sonra deyirik ki, niyə bu gündə yaşayırıq? Elə günah özümüzdədir, özümüzü islah etməliyik, özümüzdən başlamalıyıq. Bunlar üçün tədbir görməliyik, bunların qarşısını almalıyıq. Əgər milyonlarla insanın inancını təhqir edib alçaldırsan, lağ edirsən, məsxərə edirsənsə, bil ki, bir gün zəlil olarsan və qeyrət, namusdan dəm vura bilməzsən.